Dostlar, bu günlərim yoldaşıma qışqırtma videosu çəkirik və sizə bu video nə olacaq? Əslində, yəni yoxdur, heç bir şey yoxdur, yəni test yoxlamışam, heç bir şey yoxdur garanti üçün. Çünki başıma gələ bilər deyə qorxuram. Nəysə keçirik. Köhnə əlimdə test var, ikinci uşaqdan qalma test. İkinci, üçüncü, nəysə qarışdırdım. Bundan qışqırtma eləyəcək yoldaşıma, qoyacağım bunun içinə. Özü hal-hazırda evdə deyil. Açılacaq mı? Qoxuya çıxgələm. Deməli, qutunun içinə qoyuruq bir dənə sonra belə. Bir də test. Məncə yetərlidir. İndi gedirik, qutunu bağlayaq. Yoldaşım gözləyək gəlsin evə. Gələndən sonra isə qışqırtmanı eləyək. Görək, mən maraqlıdır ki, görək necə reaksiya verəcək. Dördüncü uşağı hazırdırmı, hazır deyilmi? Maraqlı gəlir mənə, özümə də görək neyniyəcək. Və gedirik qutunu verməyə. Görək nə reaksiya verəcək. Belə göstərim. Yoldaşım, sənə hədiyyə almışam. Dəndiyanın qızı. Buyur, onu söndür bir dənə. Bir dənə onu söndür yoldaşım. Sən də. Buyur. Sənə hədiyyə almışıq qızlarla. Elə Pərvanə, atı almışsan hədiyyə. İndi sən də. Dəriyə də alır. Var. Damış. Bu nədir? Nədir o? Burası var. Hə. Allah. Dördüncü gəlir. Hamiləyim, yoldaşım, hamiləyim. Al bir şey. Hər ki sevindin. Əlbəttə sevindim. Elə. O da belə bir çiçək olacaq da. Bir şey kız olacaq o da. Yox. Yox. Olsun kız. Kız olsun, oğlan olsun. Oğlan. Ay sağ ol. Səncə qız olsun, oğlan olsun? Kız. Ama bu deyirsən şey. Bu deyirsən qızdır. Ay Dərya, qız olsun, oğlan olsun. Hansından olsun Dərya? Dərya susma, haqqın tələb et. Yoldaşım, nuş olsun. Sağ ol. Ben de öpeceksin. Güdətsiniz ya. Ha, Bu həqiqi yoxsa zarafat eləyirsən? həqiqətən. Sən o. Yox, mən səni vura bilmərəm. Həqiqətən deyirəmsə, mən özüm bilirsən ki, nə deyirəmsə düz deyirəm. Mən dedim, yəqin zarafat eləyirsən. Nədir? İstəmərsən, dördüncü şan olsun. Nə istəmirəm? İstəyirsən. İstəyirəm. Deyir, üçüncümə bax. Allah sağlık Allah olmayanlara qismət eləsin. Amin. Ama bir şey deyim. Zarafat edirdim. Mən də deyirəm yəqin. Sən də. Hayır gedişin, hər şey edəcək. Qışqırtım edirdim sən. İzləyicilərim. Yoldaşım əsəbləşdi. Demək sən ürəylə kesilmiş dördüncü uşaq. Yox. Hə? Dördüncü uşaq deyəsən ürəylə kesilmiş. Dördüncü uşağı amperesine nə alacaq? Bilmirəm ki. Prosta bəyə baxıram ki, çox istəyirdin, riski belə əsəbləşdi nəyə bir zarafat deyən kimi. Usta dedim zarafatdır. Sonra dedim belədir. Tərs şişə oldu. İnandırıcı olmalı da. Hə. Bəli. Allah olmayanlara qismət eləsin. Məncə üçü bizə bəsdir. Elə bunlar sağ-salamat inşallah böyüdək Allahın izni ilə. Məncə. Dostlar, qışqırtmamız bu qədər. Bəyəndinizsə abunə olmağı, şərh yazmağı, videoya axıracan baxmağı çox xahiş edirəm, unutmayın. Sizə görə çəkdiyim belə şeylərdən xoş gələn deyir yoldaşımın sadəcə. İndi bilmirəm video arxası necə olacaq.
Sadəcə sırf sizin istəyinizə görə çəkdim. Əgər belə qışqırtmalar istəyirsinizsə, mənə şərhlərdə yazın. Başqa cürlə də yazarsınız, qışqırtma eləyərik. Yoldaşım, burada nə deyirsən? İzləyicilərə salam deyirəm. Mən də yaxşı salam oxuyam. Başqa bu. Yok, Hmm. bu çocuk. Bu çocuk. İzləyicilər sağ olun. Allaha əmanət olun. Videonu axıra kimi izləyin, zəhmət olmasa. Şərh, bəyəni, abunə. Bəli. Çox sağ olun. Abunə olun. Lama. Uşaqlar, Ələ bebek. uşaqlar, bəbiş istəyirsiniz? Ha. Ha. Dördüncü bəbiş istəyirsiniz? Ha, sırıktan hızlı böyle. Nə olsun, qız olsun, oğlan olsun? Kız. Pəriş, qız olsun, oğlan olsun dördüncü bəbişimiz. Oğlan. Uy, sənə qurban olsun mama. Ya. Birinci kısarsın sonra. Ha! Abala, abala. Ne var? Deyə qız. Deyə qız, maşallah olsun. Qız deyə qızlara yığmısan, başa. Sayın varsa. Parasını qoyum. Sayın Bir də varsa. denə, dənə gedin əkilə. Akıl məni. Ata, akıl. Sayın varsa. Osman. Akıl, akıl, akıl. Birin əkilə, birin əkilə. Hepsi o, yaxşıdır. Sağ olun dostlar, Allah'a emanet.